Şahdağ Turizm Mərkəzində dağ xizəyinin gigant slalom növü üzrə böyüklər arasında təşkil edilən turnirin sonuncu günündə 18-22, 23-45, 46-56 və 57 yaş kateqoriyasından yuxarı olan 81 həvəskar xizəkçi yarışıblar. Turnirdə həm yerli, həm də digər ölkələrdən olan iştirakçılar öz qüvvələrini sınayıblar. Start hattı 1700 metr məsafədə verilən yarışda iştirakçılar 760 metr məsafədə bax bu zolaq üzrə hərəkət edərək finiş xəttinə doğru yaxınlaşırlar və yekunda onların xalları hesablanır. Mükafatlar sırasında düşüb-düşməyəkləri isə onların son olaraq nəticələrdə bilinir. Nəticələrə əsasən qadınlardan ibarət 18-22 yaş kateqoriyasında Valeriya Duçinka, oğlanlar arasında İsmail Tağzadə birinci yerə sahib olublar. 23-45 yaş kateqoriyasında Anna Vəliyeva fəxri kürsünün zirvəsinə qalxıb. Kişilərin eyni yaş kateqoriyasında Ramiz Ağayev qızıl medala yiyələnib. Qadınların 46-56 yaş qrupunda Sanna Skalabri ilk sıranı tutub. Kişilər arasında isə Azər Quliyev qələbə sevincini yaşayıb. Və nəhayət 57 yaşdan yuxarı kateqoriyada Azad Kəlbiyev birinci pilləni tutub. Mükafatçılar təəssüratlarını media nümayəndələri ilə bölüşüblər. Çox məmnunam. Çox gözəl bir idman növüdür. Həm idmandır, həm istirahətdir. Hər kəsi bu idmanla məşğul olmağı arzu edirəm, tövsiyə edirəm. Hər il keçirilir belə bir yarış. İştirak etmək çox qürur vericidir. Birinci yer tutduğuma görə özümü çox xoşbəxt hesab edirəm. Tretий раз приехал в Шахдаг. Mən artıq 3-cü dəfədir ki, Şahdağdakı bu yarışa gəlirəm. Buradakı təmsilçilərdən Bəhruz Nəbiyevin mənə öyrətdiklərinin nəticəsidir ki, ardıcıl ikinci ildir ki, 3-cü sıranı tuturam. Şahdağ Turizm Mərkəzindəki şərait çox xoşuma gəldi. Moskvada beləsi yoxdur. Yarış çox yaxşı təşkil edilib. Burada xizək sürmək adama zövq verir. Təbiəti də çox gözəldir. Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov da yarışla bağlı fikirlərini açıqlayıb. Heydər Əliyev kuboku dağ xizəyi və snowboard üzrə artıq 4-cü dəfədir ki, Şahdağın turizm mərkəzində keçirilmişdir. Bu turnir artıq ənənə halı daşıyıb və fərəhləndirici haldır ki, ildən ilə iştirakçıların sayı artır. Bu il ərzində Şahdağda gedən bütün inkişaf, Şahdağ Turizm Mərkəzinin genişləndirilməsi, böyüməsi idmançıların və həvəskarların da sayının artırılmasını gətirib çıxardıb və 160 nəfərdən çox iştirakçının da qeydiyyatdan keçməsi bunun bir göstəricisidir. Turnirin sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.